Qazaxıstanlı alıcıların pendir çörək kimi daşıdığı hibrid Toyota Camry. Bəs Azərbaycan alıcıları bu avtomobilə niyə maraq göstərmir? Onu şərhlərdə qeyd edeyim və xüsusən bunun Yapondan gəlmə orijinal Yapon buraxılışları çox ləzzətli olur. Yəni Yaponun özü üçün buraxılışları. Həmçinin hal-hazırda burada texnologiya, PRX o qədər inkişaf edib ki, bunlar burada Dubayda ustalar bunun Amerikankasını alırlar, onun orijinal şiti ilə yığırlar. Yəni maşını əyləşib sürən sürücü qətiyyən avtomobilin PRX olduğunu bilmir, anlamır. O dərəcədə ideal yığırlar. Təbii ki, PRX-yə verdiyi üçün bilir. Yəni əvvəlki halını görüb alıb. Amma lakin o dərəcədə ideal alınır. Avtomobil xrom paketli görürsünüz. Çox gözəl bir komplektasiyadır. Çox gözəl bir komplektasiyadır. Dəri salondur. Dəri salondur. Görürsünüz. 2.5 hibriddir. Və cəmisi 41.000 yürüşdədir. Toyota'nın ən daşlayan modellərindən biridir. Bunun hibrid olmayan versiyaları Azərbaycanda bilirsiniz ki, dövlət müəssisələri, hansısa özəl müəssisələrdə istifadə olunurdu. Amma fərdi alıcı çox da almırdı, çünki yanacaq sərfiyyatı hibrid olmayanlarda çox yüksəkdir. Hibrid olan modellərdə isə normal bir yanacaq sərfiyyatı mövcuddur. Bu model komplektasiya olaraq modelistika gedir. Modelistika komplektasiyasıdır. Görürsünüz, daşınmada zədələnməsin deyə avtomobilin hər tərəfində bu qoruyucuları qoyublar. Komplektasiya olaraq da çox zəngin bir avtomobildir. Mən sizə göstərim. Yəni Yaponiyada, baxın, Yaponiyada orijinal olaraq bu formada, yəni maşına əlavələr olunub. Kim maraqlı olsa bu maşını Bakı təhvil hardasa ortalama olaraq 12.000, 13.000 dollara otuzdurmaq olur Bakıya. Dəyərmi? Dəyər. Yəni 40.000 yürüşdə orijinal Yapon malıdır. Əlaqə nömrəmiz 055 834 3405 və həmçinin PRX-ə daxil qiymətini mən sizə deyirəm. Və Camry-in yaraşığı qara rəngdə burada var. Qara rəngdə istəsəniz, təbii ki, onu da almaq olar. Əvvəllər burada bu maşınları çox münasib qiymətə almaq olurdu. Artıq indi qiymətlər o deyil. Yəni Qazaxıstanlı müştərilər gələndən sonra Camry-lərin də qiymətləri yüksəlib.